Salam uşaqlar. Yenə biz çevrə bölməsindən ən son bölümə, belə açıq sual tipli olan bölməsindən 7-ci suala baxırıq. Burada fırlanan disk üzərinə götürülmüş A nöqtəsinin sürətini V verib, B nöqtəsinin A nöqtəsinin nəzərən nisbi sürətini hesablayın deyil. Bizdən belə yazacağıq. V, B, A-nı soruşur bizdən, nisbi sürəti. Bunu tapacağıq. Okey, biz burada nə görürük? Baxaq, burada saat əqrəbi istiqamətinə və yaxud da saat əqrəbinin əksi istiqamətinə bir hərəkət götürək özümüzə. Əksi istiqamətindən mi götürək? Tamam, əksi istiqamətindən götürək. Düşünün, A nöqtəsi yuxarı gedir, düşünün. B də sürəti aşağı gəlir. V, B deyim buna. Bunu da V, A deyim. Okey, biz bildiyimiz burada bir böyle bir çevrə fırlanırsa, mərkəz bir o nöqtə ətrafında bir çevrə fırlanırsa, bu çevrənin üzərində olan bütün nöqtələrdə olan omega, tezlik, period və dövrlərin sayı böyük N sabit olur. Onda biz burada hansı düstur yaza bilərik? V-nin istədiyiniz zaman omega ilə, N ilə, periodla, böyük N ilə olan düsturların birini yaza bilərik. Yazaq biz burada VA bərabərdir omega R düsturunu yazaq. Biz burada nə görürük? Buradakı buna RA yazaq. İkincisini yazacağıq. VB bərabərdir omega R B. Okay. Biz nə görürük burada uşaqlar? V ilə, sürətlə R düz mütənasibdir. Onda biz bu asıllığı yaza bilərik. VB böl VA bərabərdir RB böl RA. RA. Burada baxırıq, VB-miz bizdən VB-ni tapmamızı deyir. RA-mız nədir burada? Yazaq yerinə. VB bərabərdir V. Buradan yazdıq. VA-nın yerinə V yazdıq. RB-miz elə R olaraq qalır. RA-mız nədir bəs uşaqlar burada görürük? Burada R bölü 2-dir. R buraya yazırıq. Buradan 2-ni yazırıq. İxtisarlarımız getdi. Onda VB nəyə bərabər olur uşaqlar? 2V'yə. VA-mızı da burada verib. VA-mız özdə V'dir. VB-nin VA-ya görə nisbi sürətini dediyinə görə burada baxıb görürük ki, uşaqlar burada nədir? Əks istiqamətdədir. Əks istiqamətdə olduğuna görə nə olur biz bilirik. Buradan yenə bərabər qoyuram onda. VB üstə gəl. VA-dır. O da bərabərdir 2V üstə gələk. V, o da bərabərdir 3V. Cavabımız 3V'dir.